Nigar, bu gecenin özel olmasını istedim. Şarap içecek yemekten önce. Yok, içmeyeceğim. Yaxşı. Bugün ilk defa özümü kuş kimi azad hiss elədim. Deyəcəksən niyə? Bax, uşaq vaxtı həmişə quşların uçuşunu seyr eləyirdim. Deyirdim, necə rahat, necə azaddılar. Mən də bugün məhkəmədən çıxanda eyni ilə belə azad özümü rahat hiss elədim. Nigar, mən bu həyatı səninlə bərabər yaşamaq istəyirəm. Yaşayaq. Məhkəmə işindən danışmadım. Hə, Fidanla ancaq mülkiyyətin bölünməsi məsələsi qaldı. Onda da bizim iştirakımız vacib deyil. Yəni vəkillər bu məsələni həll edəcəklər. Bu da həll olunandan sonra artıq Fidanla mənim heç bir bağlılığım qalmayacaq. Nə yalan deyim. Məhkəməyə gəlməyini heç gözləmirdim. Şansın sonuna qədər sınadı. Afərin ona. Anarla da görüşübmüş Fidan. Nigar, Fidan nə deyib, nə edib, bunlar artıq bizə maraqlı olmalı deyil. Anar da, Fidan da bizə mane olmasınlar yetər. Nigar, nə olub sənə? Bayaqdan fikir verirəm, çox fikirlisən. Murad istəmir, Tural. Murad etiraz edir. Küsür mənlə, dalaşır. Axır vaxtlar o qədər aqressiv olub ki. Göstərdiyi reaksiyaları görsən, elə bil həmin uşaq deyil. Fərqindəyim Nigar, fərqindəyim. Ana! Ne oldu? Neredeler bu vakti? Yukarıda da mı? Yok. Hiç bana dedim etti harasa gideceğini. Sana bir şey dedi. Yok, hiç bende değil bak. Biz hara gidebiliriz? 100% de Tural'la görüşüp. Hayata, sen onunla görüşüp. Bilmirəm oğlum. Heç nə bilmirəm. Vallahi indi deyil biləcəyik. Hara kimlə gedib. Nigar. Sana bir şey demək istəyirəm. Buyur, eşidirəm. Nigar Əliyeva. Mənlə evlənərsən.
Ana! Murat, sen burada ne inirsən oğlum? Anar niye gelmişsiniz bura? Hardan bilirsin ben buradayım? Bunun ne farkı var ki Nigar? Bir ehemmiyeti var bunun. Son təklifini qəbul elədim. Ana sənləyəm. Onun təklifini qəbul elədin. Onunla evlənəcəksən. Hayır Murat, qəbul eləmədim. Sen de özvə əl al, biraz sakitləş. Sen burada olmalı değilsin. Anar, niye getirmişsin uşağı bura? O gətirməyibdi. Mən istəmişəm. Başa düşürsən mən? Gel gedirik. Mən istəmirəm ki bu adamın yanında burada olasan. Gel. Oğlum, Murat yaxşı. Murat. Murat, sakit ol, yaxşı? Özünə al. Sen danışma. Murat sen niye böyle eləyirsən, ha? Ne olub? Ne olub? Deyim də nə olub? Mən səni bu adamın yanında görmək istəmirəm. Başa düşürsən? Bu adamla görüşməyi istəmirəm. Heç bir yerdə işləməyimizi də istəmirəm. Murat, bax sakit ol. Deyirəm ki danışma. Murat, özvə əl al, ne olub sənə? Camaat bize baxır, bəsdir. Səni görmək istəmirəm. Səni anamın yanında da görmək istəmirəm. Sənin səsini eşitmək də istəmirəm. Murat, Ben sana belə ciddiye almamıştım. Mənə bax. Halal olsun sənə, əməlli başlı burada şov qurdun. Uşağı da özünə alət eləmişsən, hə? Qəlimdən bir xata çıxacaq ha. ana, bəsdir. Bəsdir. Tural, üzürlü say, xahiş edirəm. Anar, bravo sənə, bravo. Aferin sənə, sağ ol. Hər şeyə görə sağ ol. Sözüm daha yoxdur. Murat, ged otur maşında. Mən heç yerə getmirəm. Get dedim sənə. Deyirəm getmirəm. Otur maşında. İstəmirəm getmək. Nigar sen necə inana bilərsən bu adama ha? Bu adam evli ola gizlədib səndən. Ne olsun? Sen de evli olalı başka kadından görüşürdün de. Hele bir uşağı da dünyaya getirdiniz. Eləmişəm, elə demədə peşman olmuşam. Bunun acısını çəkirəm necə lazımdır. Eşitmək istəmirəm onlar. Bilirsən niye? Çünkü senden eşittiğim yalanlar, gördüğüm xəyanətlər mənə ölənəcəm bəsdir. Tural, bir de özür istəyirəm səndən. Narahat ol. Çox xahiş edirəm, sən Allah bağışla. Gedək, gel görüm, Səndən nifrət edirəm. Səndən nifrət edirəm. gel görüm. Ana sən mənə deməmişdin ki, nəsə olsa mənə xəbər eləyəcəksən, hə? Sən deməmişdin ki, o Tural aramda heç bir şey yoxdur. Deməmişdin ki, o Turalla bir də görüşməyəcəm. Niyə görüşmüsən? Evlənmək üçün, hə? Murat, hər şey sürətli oldu. Deyirəm axı sənə. Mənim heç nədən xəbərim yox idi. Vallahi xəbərim yox idi. Mən bilmirdim ki, Tural mənə evlənmək təklif eləyəcək. İnan mənə oğlum. Bax, sənin canını and içirəm. Eşidirsən məni? Sənin canını and içirəm. Murad, bu həyatda səndən qiymətli, səndən vacib mənə heç nə yoxdur. Vallahi inan mənə. Mən də bilmirdim ki, o mənə evlilik təklif eləyəcək. Ana yalanla demə də bilmirdim. Yaxşı, tutalım ki bilmirdim. Mən hər şeyi gördüm. Sən çox xoşbəxt idin. Gördün mən ana. Murad, birincisi bundan başlayaq ki, sizin bizi güdməyiniz çox ayıb idi. İkincisi də, sən məndən normal danışmağı nə vaxt öyrənəcəksən? Hə? Axı hər şey səbrlə, mehribanlıqla, ürək sındırmadan da danışmaq olar, bölüşmək olar. Ananam mən sənin oğlum, ananam. Sən də mənim tək övladımsan. Mənlə belə rəftar eləmək mənim ürəyimi sındırır, qırır məni. Başa düşürsən sən? Ana sənə sadəcə bir sual verəcəm. Sən Turalı sevirsən?
Ana mənə cavab ver. Gel gedək. Gel. Ata, məni buraya niyə gətirdin? Yaxşı oğlum, sakitləş. Ata, məni niyə bura gətirdin? Mən burada qalmaq istəmirəm. Gəl gedək evə. Murad, sakitləş də gedərik, amma sakitləş. Gedəcəyik. Sənin də xoşun gəlir də. Bir şey olan ki, Muradı mənə qarşı çıxardasan. Götürüb aparırsan. Güya sən yaxşı atasan da, yaxşı valideynsən. Mən pis anayam, pis valideynəm. Nigar, səhv edirsən. Səhv eləmirəm, elə düz deyirəm. Bir şey olan ki, uşağı çəkirsən tərəfinə. O da bilmir neynəsində, qalıb ortalıqda. Nigar, səncə bu dediklərin çox olmadı ki, hə? Mən həmin o adamam ki, Murad sənə qarşı bir pis hərəkət eləyəndə, incidəndə dəfələrlə geri demişəm ki, Murad, səhv eləmişsən, ged anamdan üzr istə. Demişəm ki, nə olursa olsun anan haqlıdır. Təzdən gətirmişəm yanıma. Həmin o adamam da mən, Nigar. Yaxşı Murad, qalx otağına balam, get. Mən burada qalmaq istəmirəm. Başa düşürsən? İstəmirəm. İstəmirəm səninlə bir yerdə qalmaq. Murad, mən yoruldum ha hər dəfə sənin atanın yanına qaçmağına, bəsdir də. İstəmirəm də burada qalmaq. Səninlə yaşamaq istəmirəm. Sən mənə vecin almırsansa, bundan sonra tək qalarsan. Qışqırma mənim üstümə, qışqırma. Ananam mən sən, ananam. Ata, aşağıları verib çıxıb gedək buradan. Murad, dəli olma, sakitləş sən də. Murad, ananla normal danış. Anan haqlıdır. İncitməyə haqqın yoxdur, Murad. Dəfələrlə demişəm sənə. Ata, anam səni də məni də istəmir. Başa düşmürsən, sən istəmir də. Qoy getsin o Turalla evlənsin. Artıq mən vecimə də deyil. Nə istəyir eləsin? Murad, sən məni hər dəfə peşman eləyirsən ha. Bax bu dəqiqə sənin ürəyimi sındırmaq üçün özümü güclə saxlayıram. Bəsdir. Mənim ürəyimi sındırmısan da onsuzsa. Bunun artıq necə sındıracaqsan? Hə? Ata, açarlar və gedək də. Murad, sakitləş dedim sənə. Murad, mənə bax. Gördün ki, anan o adamın təklifini qəbul eləmədi. Sakitləş oğlum. Görmədin nə dedi, ha? Nə dedi? Dedi ki, olmayan şeyə görə mənə günahlandırsan. Mən gördüyümü gördüm də, ata, gördüm də. Sən nə gördün sən? Sənin gördüyün nə idi Murad? Nə gördün sən? O adam səninlə evlənmək istəyir. Sən də üzünə durub baxırsan, heç də demirsən. Onunla evlənmək istəyirsən. Elə deyil oğlum, səhv eləyirsən. Deyirəm axı sənə, hər şey təsadüf idi. Mən də bilmirdim, mənim üçün də gözlənilməz oldu. Nə qədər deyim mən bunu sənə? Ana, sən onu oradan qovmalıydın. Nə elədin? Durub üzünə baxdın, heç eləmədin. Bu xoşuna gəldi. Oğlum elə deyil, səhv eləyirsən deyirəm sənə. Murad, bəsdir, sakitləş. Xeyr, sakitləşməyək. Gəlin hamımız bir yerdə qışqıraq. Yaxşı. Necə istəyirsən elə olsun. Get atanla yaşa, get. Necə istəyirsən elə də elə. Mən daha sənə heç nə deməyəcəm Murad. Mən səni bayaqdan başa salıram. Amma sən görürəm elə öz bildiyini deyirsən. Yoruldum mən. Başa düşürsən? Yoruldum. Necə istəyirsən elə də olsun. Atanla yaşamaq istəyirsən? Yaxşı, get atanla yaşa. Get, heç nə demirəm mən. Amma mən yenə də deyirəm oğlum. Mənim Turala ərə getmək fikrim yoxdur. Olanlar da təsadüf idi. Heç mənim ürəyimcə də değildi. Amma sən inanmırsan da mənə. Neyinim mən? Mən daha sənə heç nə demirəm, get. Nigar, bir dəqiqə. Yox, narahat olma. Getsin səninlə yaşasın. Atası değilsən. Getsin biraz da səninlə yaşasın da. Ata, açarları ver. Murad. Ver açarları getsin, ver. Yaxşıdır. Ürəyincədir. Muradı bu hala gətirən sən oldun olar.
İndi mənə nifrət eləyir. Yaxşıdır belə. Nigar, mən neynədim ki? Qəsdən elədin. Nigar, mən neynəmişəm, hə? Bax, durduğum yerdə məni nədə günahlandırırsan sən? Neynəmişəm mən? De bilək də. Çox yaxşı bilirsən, Anar. Qəsdən elədin. Hamısını düzü boşdun. Nigar, nəyi qəsdən eləmişəm? Nəyi düz qoş eləmişəm mən, hə? De, mən də bilim də, de, eşidirəm səni, buyur. Anar, sən çox yaxşı bilirdin ki, sən Muradla ora gəlsən, Murad bizi görsə necə reaksiya verəcək? Sən bunu çox yaxşı bilirdin, Anar. Nigar, hələ sən sevin ki, mən də oradaydım. Saxlaya bilmədim Muradı. Mane olmağa çalışdım. Bu necə mane olmaqdı, Anar? Bir yerdə gəldiniz, ora, bir yerdə gəldiniz. Nigar, mən gətirməsəydim özü gələcəkdi. Murad. Oğlum. Bax, onlar evlənməyəcəklər. Evlənə də bilməzlər, eşitirsən məni? İndi mənə diqqətlə qulaq as. Biz anana zəng elədik, əlaqə saxlaya bilmədik. Ona görə narahat olduq. Sən bura gəlmək istədin, mən istəmədim. Yaxşı oğlum? Bax, anana belə deyəcəksən. Yaxşı, deyirəm. Bəs soruşsalar ki, burada olduğumuzu hardan bildin? Onda nə deyəcəm? Oğlum, sən onu mənim öhdəmə burax. Mən deydim. Yaxşı, sənin işin olmasın. Sən mən deyən elə. Yaxşı. Yaxşı oğlum. Gəl. Anar, bugün Murad səndən qalacaq. Nigar, bax. Biz kafeden çıxdıq. Evə gəlmək istədik. Gəlib sən evdə görməyəndə narahat oldu. Zəng vurdu sənə. Dəfələrlə dedi ki, anam o adamın yanındadır. Taksi çağırmağa çalışdı. Güclə saxlamışam. Tək yesəydi daha yaxşı olardı, Nigar. Ha? Anar, o tək necə gələ bilərdi ora? Ünvanı belə bilmir. Nigar. Sayəndə öyrəndi. Nigar istəsəydi Murad öyrənə bilərdi. Güya tanımırsan ne oldu? Ha? Özündən çıxanda heç kimi gözü görmür. Yaşının pis vaxtıdır, özün məndən yaxşı bilirsən belə şeyləri. Nigar, mən səni başa düşürəm. Murad səni çox incitdi. Çox yaxşı başa düşürəm. Amma inan ki, sizin o vəziyyətinizi kim görsəydi eyni reaksiyanı verərdi. Eyni reaksiyanı. Bilmirəm, Anar. Mən çox pis olmuşam. Dəhşətlə yorulmuşam, bilmirəm. Yaxşı ki, sən onun təklifini rədd elədin. Yoxsa daha da pis olardı. Rədd eləmədim. Başa düşmədim, necə rədd eləmədim? Eləmədim də. Eləmədim. Hələlik cavab vermədim. Gel bax, mən özümdən çıxarmağa çalışma. Bax, bu dəfə doğrudan əsəbləşirəm. Eşidirsən məni? Ha? Mən çox yaxşı bilirəm ki, sən Turalı sevmirsən. Anar, artıq sözlər danışmaq lazım deyil. Nigar, bilirəm ki, bunu mənim acığıma edirsən. Mənim acığıma belə deyirsən. Amma yaxşı fikirləş. Lazım deyil. Ümid edirəm ki, acığa heç bir qərar vermərsən. Bu adamla evlənməyi düşünmərsən, ən azından oğluna görə. Anar! Son təklifini qəbul elədin? Ana sənləyəm. Onun təklifini qəbul elədin? Onunla evlənəcəksən? Xeyr, Murad. Qəbul eləmədim.
Sən də özünə əl al, biraz sakitləş. Sən burada olmalı deyilsən. Anar, niyə gətirmisən uşağı bura? O gətirməyibdi. Mən istəmişəm. Başa düşürsən mən? Gəl gedirik. Mən istəmirəm ki, bu adamın yanında burada olasan. Gəl. Oğlum, Murad, yaxşı bəsdir. Murad. Murad, sakit ol, yaxşı? Özünə əl al. Sən danışma. Murad, sən niyə belə edirsən, hə? Nə olub? Nə olub? Deyim də nə olub? Mən səni bu adamın yanında görmək istəmirəm. Başa düşürsən? Bu adamla görüşməyi istəmirəm. Heç bir yerdə işləməyimizi də istəmirəm. Murad, bax sakit ol. Deyirəm ki, danışma. Yoruldum mən. Yoruldum hamını sevməkdə. Yoruldum hamıya qayğı göstərməkdə. Mən də qayğı görmək istəyirəm də. Nə danışırsan? Bizim Leyla? Heç vaxt inanmaram. İnan ki, inanmaram ha. İki dünya bir olsa yenə inanmaram. Nə düşsən sən? Heç gözləməzdim Leyla'dan, heç gözləməzdim ha. Hiss eləmişdim, belə bir şey var. Gör necə gizlədibmiş ha. Qadında fərasətə bax ha. Heç kim bilmirmiş ki, gizlicə kimlənsə görüşür, hə? Sağ ol səni, Leyla. Hakim gəldi. Sonra danışarıq. Oldu. Hələlik. Mən də səni öpürəm. Oldu da, oldu. Oldu. Hə, hakim, gəl. Çoxdan gəlmişsən? Yox. İndi gəldim. Yemək istəyirsən, hazırlatdırım sənin üçün. Yox. Heç ac deyiləm. Qudamızla danışırdın. Yox, Girəndə eşitdim, adını çəkdim, ona görə dedim. yox. Qudamızla danışmırdım. Qudamız haqqında danışırdım. Müzakirə edirdik. Kimdən danışırdın ki? Nəvə lazım? Bilmək vacibdir ki, kimdən? Yox. Hər kim. Söz gəlişi soruşdum. Mən sənə demişdim axı, qızın o vəziyyətə düşməyinin, o əsəbi olmağının, stres keçirməyinin bir səbəbi var. Aydın oldu. Nədən əziyyət çəkirmiş qız? Nə olub ki, nə öyrənmisən? Sən demə qızın anası Leyla xanım kimlənsə gizlincə görüşürmüş.
Nigar, hər şey yaxşıdır. İmkan olan kimi xahiş edirəm, mənə zəng elə. Təəssüf ki, heç yaxşı deyiləm, Tural. Murad atasının yanına getdi. Orada qalacaq. Çox yorğunam, Tural. Halım yoxdur. Sonra danışarıq da. Təsəvvür edirsən? Bu Leyla kimlənsə görüşürmüş gizlincə. Qızı da xəbər tutub ki, anası belə-belə işlərlə məşğuldur. O da deyib ki, çıxıb gedirəm. Burada qalmağın mənası yoxdur. Təsəvvür edirsən? Bəs kimlə görüşürmüş ki? Xəbərin yoxdur mu? Ha Sevil, bilirsən yoxsa yox? Bəli. Bilirəm. Onu da öyrənmişəm. Nə öyrənmirsən ki? Kimlə görüşür? Vallahi hakim elə bir adamdı ki, heç ağlıma gəlməzdi. Öyrənəndə şok oldum. Heç vaxt ağlıma gəlməzdi. Bayaqdan duruxub qalmışam. Və mən bunu indiyə qədər necə olub ki, bilməmişəm, görməmişəm. Uzaq qohumları varmış. Özündən bir 15 yaş kiçik. Adı Rüstəmdir, nədir? Gətirib klinikaya da işə düzəldib. Təsərrüfat işləri üzrə. Nəsə işləyir orada. Neynir qocanı? Cavandır da, enerjisi var. Yəqin sən də görmüşsən klinikada. Belə yaraşıqlı sarışın oğlandı. Hündürboy. Hə? Görərsən, baxma. Yəni deyirsən, özündən cavan adamla görüşür ona. Hə də, neynir özündən qocanı? Ağıllı adamdır da.
Çay istəmirsən? Yaxşı çay dəmləmişəm, Melisa. Əsəbləri sakitləşdirir, rahatlaşdırır insanı, yorğunluğunu çıxarır, stresini atır. İstəyirsən gətirim? Yox. İstəmirəm. Çox sağ ol. Hə, bu ayaqda tələsik çıxdın, üzüyü götürmək də yadımdan çıxdı. Dedim elə üzüyü də gətirim verim sənə. Tural, bugün olanlara görə də mən də çox pis oldum. Sən Allah üzürlü sayda. Hər şey o qədər gözlənilməz oldu ki mənim üçün. Sənin üzüyü verməyindən tutmuş, Muradın gəlib ailəmi qatmağına qədər. Tural, təklifin mənim üçün çox qiymətlidir. Sən də mənim üçün qiymətlisən. Amma Amma nə? Amma gördüyün kimi həyatımda həll eləməli olduğu məsələlər var. Murad son illərdə çox pis şeylər yaşadı. Onu incidəcək heç bir hərəkət eləmək istəmirəm. Nigar, dəqiqləşdirmək üçün soruşuram. Yəni, sən mənim təklifimə yox deyirsən. Tural, nə olar, mənə düzgün başa düş. Heç nə yoxmuş kimi davrana bilmərəm. Muradın səndən ciddi problemləri var. Ona qarşı çıxa bilmərəm axı. Xahiş edirəm, nə olar. İncimə də məndən. Nigar, bax, bəzi şeylər həyatımızda anidən istəmədən baş verir. Bax, sən niyə xoşbəxt olmaq istəmirsən? Niyə rahat yaşamaq istəmirsən axı? Mən də istəyirəm ki, sən öz həyatını yaşayasan, xoşbəxt olasan. Murad da zamanla hər şeyi qəbul edəcək. Amma sən məndən, mən səndən ayrı qaldıqca bu mümkün olmayacaq. Bilirsən ki, Murad bunu qəbul eləməyəcək. Nigar, sən heç olmasa mənə qarşı bir addım at. Bax, biz bir yerdə olsaq, Murad istər-istəməz bu vəziyyəti qəbul eləyəcək. Ən azından anasının nə qədər əziyyət çəkdiyini görür axı. Tural, mən sən necə deyim ki, sən məni başa düşəsən, inciməyəsən məndən. Bilirsən, sənin övladın yoxdur, Tural. Sən məni başa düşmürsən. Adam hər şeydən keçər. Amma övladdan keçmək olmur axı. Nigar, məncə vaxtı çatıb. Heç olmasa mənə bir imkan yarat ki, mən Muradla oturum baş-başa söhbət edeyim. Mən əminəm ki, o məni başa düşər. Yox, Tural. Bunlar mənim həll eləməli olduğum məsələlərdir. Həll eləyənə qədər də həyatımla bağlı vacib qərar verə bilmərəm. Zamana ehtiyacım var. O zaman gələnə qədər xahiş edirəm səndən. Qoy bu üzük səndə qalsın. Çox xahiş edirəm. Bax, sən elə bilirsən ki, mənim övladım yoxdur deyə mən səni başa düşmürəm. Amma bir şey bilməyini istəyirəm ki, sənin üçün bu həyatda nə dəyərlidirsə, mənim üçün nə dəyərlidir. Muradın sənin üçün nə qədər önəmli biri olduğunu mən gözəl bilirəm. Həyatında hansı yeri tutduğunu gözəl bilirəm. Neysə. Nigar. Sənin qərarının nə olmasından asılı olmayaraq, mən istəyirəm ki, bu üzük səndə qalsın. Çünki mən bu üzüyü sənin adına almışam. Nigar, o sənindir. Neysə.
Bağışla ki səni narahat elədim bu vaxt. Mən gedim.